Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Ben Bayramov Ümbət Rəfoğlu 1948-ci il noyabr ayının 6-sında Qubadlı rayonunun Har kəndində anadan olmuşam. 7 yaşında Hal Orta Məktəbinə 1-ci sinifə daxil olmuşam. 1966-cı ildə isə oranı 11-ci sinifini başa vurmuşam. Oxuduğum müddət başqa uşaqlar kimi biraz şuluq olmuşuq, iştəngi olmuşuq, müəllimləri incitmişik. O günlər yadıma düşəndə özümə nifrət edirəm. Çünki Hal Orta elə bütün müəllimlər, o cümlədən Hal Orta Məktəbinin müəllimləri çox əzab-əziyyət çəkiblər. Bizim məktəbin adının qaldırılmasında bu müəllimlərin böyük əməyi olub. Başda İsfəndiyar İbrahimov olmaq şərti ilə bütün müəllim heyəti şagirdləri düzgün yola istiqamətləndiriblər, yaxşı təhsil veriblər. Bizim müəllimlərin adı Respublikada tanınan simalardan olub. Məsələn, Azərbaycan Dövlət Universitetinin Geoloji Coğrafiya Fakültəsinə daxil olmuşdum. Bir gün dərs keçirdik, professor vardı. Məni çağırdı otağa. Dedi ki, sən hansı rayondansan? Dedim, Qubadlı. Hansı məktəbdən gəlmişsən? Dedim, Hal Orta Məktəbdən. Dedi, Xudaqulu müəllimi tanıyırsan? Dedim, Xudaqulu müəllim mənə dərs deyib. Dedi ki, bizim universitetdə Geoloji Coğrafiya Fakültəsində ondan savadlı, bacarıqlı ikinci bir tələbə olmuyor. Rizvan Piriyevə, professor Rizvan. Sonra Məmmədxan müəllim var idi. O da gəlib burada sonradan bizim buraxılışla bir yerdə gəldi Bakıya. Orada elmi iş götürüb işləyirdi. Sonra bilmədim onun talihi necə oldu. Sonra əməkdar müəllim Məhəmməd müəllim, Mamit müəllim adı ilə çağırırlar. Məhəmməd müəllim deməli bu gün dərs qutarır, çıxır gedir, körpüdə yadından düşür ki, bunun 1 saat məşğələsi var. O qayıdıb gəlib məşğələsini demişdi. Ta indi gedib körpüyədən Qəzənə nə qalmışdı? 200-300 metr. Amma oradan geri təzədən yaşlı adamı da arıca bir 60 yaşı, 65 yaşı vardı. Qayıdıb gəlib məşğələsini keçmişdi. İsfəndiyar müəllim vardı. Şəffaflığı təmin edən adamıdır. Təmkinli adamıdır. Ədəbiyyat müəllimi idi. O da çox elə bil rejimə ciddi riayət edən müəllimlərdəndir. Əkbər müəllim var idi, Camaləddin müəllim. Ümumiyyətlə müəllimlərimizin hamısı şagirdlərin təhsili üçün çox əzab-əziyyət çəkdilər. İndi öz aramızda bir ailədə 5 uşaq olur. O 5 uşaq eyni ailədən olan 5 uşağı bir yerə yığmaq mümkün olmur. 24 şagird idik. Hərəmiz bir evdən gəlmişdik. Gör, onlar nə qədər əzab-əziyyət çəkirdilər. Nəysə, mən orta məktəb qutarandan sonra bu ali məktəb, gəldim ali məktəbə qəbul olmağa. Bizim vaxtımızdan 2 sinif eyni vaxtda buraxıldı. Biz həm 11-ci sinif, biz 11-də oxuydu, həm 10-cu sinif. Demək, ali məktəblərin qabağında tələbə əlindən, zaten abituriyent əlindən yeri yoxudu. Nəsə sənədlərimi verdim Lenin adına pedaqoji instituta, oradan tarix fakültəsinə konkursa düşdüm. Sonra getdim, girdim Böyükşorda Yeni Sənaye Texnikumuna, orada Düşünçülüyün Texnologiyası fakültəsinə. Sonra bizi apardılar Pambığa, mən iş getmədim, oradan da çıxdım. Fikrim vardı, ali təhsil alam. Sonra 1970-ci ildə
gəldim. Yenə sənədlərimi verdim Lenin adlı Azərbaycan Pedaqoji İnstitutunun İbtidai sinif müəllimliyinə, qiyabi şöbəsinə 625 qəbul var idi. Bütün imtahanları verdim. Amma hamısından 3 aldım. Gəldim, nəsə xoşum gəlmədi, qiymətlərimdən də xoşum gəlmədi. Sənədlərimi geri aldım. Sonra orada vermirdilər sənəd, dedim, yox, oxumaq istəmirəm. Sonra getdim, elə bundan qabaq əskəri deyim. Mən həmişə bütün işimi tək özüm görmüşəm. Allah ölənlərimizi rəhmət eləsin. Mən həmişə valideynlərimə rəhmət oxuyuram ona görə ki, hər şeyi öz öhdəmə buraxmışdılar. Mən sərbəst bütün işimi özüm görürdüm. O vaxt ali məktəbə gedəndə xasiyyətnamə verirdin. İş yerindən, sonra yaşayış yerindən arayış, nə bilim, komsomoldan xasiyyətnamə. Bunun hamısını özüm həll edirdim. Hətta pasportumu belə özüm gedib almışam. Yəni, müstəqil özüm öz işimi görməyə bacarırdım. O vaxt əskəri məsələsində də yenə tək. Getdim, gördüm, çağırış məntəqəsində insan əlindən yer yoxdur. Hamının qardaşı, bacısı, böyükləri, nə bilim, yoldaşları, dostları, amma mən tək getdim. Tək getdim, paromla getdik Qazaxstana, oradan da bizi apardılar. Kızılordinski oblast var idi, Kızılordu vilayəti. Orada Leninski 9-da xidmətə getdim. Buradan elə gedəndə mən siyasi elmlərə xüsusi maraq göstərirdim. Orada siyasi dərs keçilirdi. Siyasi dərsdə mən fərqləndim. Oradan məni göndərdilər serjant məktəbinə. 3 aylıq. Getdim oranda başa vurdum, gəldim, dedilər ki, bəs bu siyasi dərsdə fəal olduğuna görə səni göndərəcək Leningrad Hərbi Akademiyasına. Sonra nə cür oldusa, bir gün məni hərbi hissədən çağırdılar komandanlığın binasına. Dedilər ki, bəs səni komsavat eləyək ailə vəziyyətinə görə, qardaşın rəhmət edəcək. İndi mənə demədilər, dedilər, nəsə bir hadisə olub da sizdə. Sonradan gəldim, gördüm burada qardaşım rəhmətə gedib və o əskəriyyətdə tam başa çatdıra bilmədim. Sonra işə girmişdim. Mən 1966-cı ilin sentyabrın 8-də işə girmişdim. Rəngsaz suvaqçı. Oradan sonra getdim 105 nömrəli idarədə işə girdim, amma heç vaxt təhsil yadımdan çıxmırdı. Nəysə, çox hazırlaşdım və coğrafiya olan böyük həvəsim məni gətirdi Sergey Mironoviç Kirovun Azərbaycan Dövlət Universitetinin Geoloji Coğrafiya Fakültəsinə və orada qəbul olundum, qiyabi şöbəsinə. Orada texniki elmlərdən mən daha çox fərqləndim. Çünki orada riyaziyyat da salmışdılar. Amma humanitar elmlərdə Masallıdan Seyfullah Məmməd vardı, o çox fərqləndim. Oranı da yenə özüm öz başına tutardım, başa vurdım, qayıtdım kəndə orada müəllim işləməyə. Nəysə, bu illərdə özünüz bilirsiniz ki, SSR dağıldı və Mikhail Qarbaçovun bilmirəm kimdənsə fitvası ilə, yoxsa elə özü bu Sovet hökumətinin dağılmasına bir rəvac verdi. O vaxt hərəkət yaradıldı. Mən də hərəkətdə olmuşam. Başqaları kimi. Təəssüflər olsun ki, o hərəkətdə çox adam elə özünün şəxsi məqsədi üçün ora girmişdi.
Həmin dövrdə biz bir şey elədik. Demək, ordu, kənddə ordu yaratdıq. Sən bilirsən ki, o vaxt kommunistlər hər şeyə belə mühafizəkardılar da, pis baxırdılar. Cəmaatda narahat idilər. Erməni vandalizmi meydan soluyurdu. Arkasında çoxlu tərəfdarları var idi. Biz elə bil postlara gedirdik. O postlarda qarabul çəkirdik ki, heç olmasa arkada insanlar biraz rahat olsun. Elə belə də oldu. Nəysə, talih elə gətirdi ki, bu ermənilərin fitvası sonra şəhərdə olan təxribatlar Qubatlının da çıxmasına səbəb oldu. 1993-cü ilin avqust ayının 31-də oradan çıxdıq. Çox adam elə bil hər şeyini qoyub çıxdı. Eyni zamanda mən də heç bir şey evdən götürə bilmədim. Elə belə çıxdıq. Gəldik Sumqayıta. Sumqayıtda qaçqın evinə girdik. Sonra gördük ki, ev yiyələri narahatdır və məcbur olub evdən çıxdıq. Çıxdıq, gəldik. Bax, bu da bu ərazidə oğlum köməklədim, ev tikdik. İndi burada qaldım. Bizim çox adam deyir ki, qaçqınlar kəndə qayıtmaq istəmir. Boş-boş söhbətlərdir. O vaxt Qubatlı müəyyən səbəblər yüzündən gec seçilirdi. Bizə Hadrutu, Ağdərəni məsləhət gördülər. Biz getdik Ağdərəni, Hadrutu gəzdik. Və bizim yaşadığımız hal kəndindən daha səfalı, daha gözəl, təbiəti gözəl, hər tərəfli, daha belə fusinkari, adamı özünə cəlb eləyən ərazilər gördük. Amma vətən ki, vətən. Bəyənmədim, yəni orada qalmağı özümə rəvas bilmədim. Rəva bilmədim və qayıtdım yenə bura. İndi ümidvaram ki, kəndimiz tikiləcək, qayıdacaq. Sonra bizim kənddə əvvəlcən Oruç Şirinov, ondan sonra Rəhim Rəsulov, o da bizim kənddəndir, Əliyar kişinin oğlu. Daha sonra Qurban Yusifov, sonra Habil Şəfiyev şəhid oldular. Allah onları qəni-qəni rəhmət eləsin. Şəfiyev Habililə Yusifov Qurban döyüş bölgəsində, Azərbaycan ərazisində şəhid oldular. Füzuli ətrafında. Amma Rəhim Rəsulov Kərkicahan uğrunda ki, döyüşdə şəhid olmuşdu. Allah onun hər birini rəhmət eləsin. Şəhidin deyir, valideyn olmaz, şəhid hamımız üçündür. Bu dəfə biz gedəndə rayona, siz bilirsiniz də, o vaxt erməni vandalları harada şəhid, ümumiyyətlə bütün qəbirləri dağıtmışdılar və şəhidlərin də məzarını dağıtmışdılar. Sonradan məzarı bərpa elədilər. Bu dəfəm gedəndə getdim Əliyar Əliyevlə, Əl-Sədat Ağayevin məzarını ziyarət elədim. Yəni hazır o idi da. İndi düzdür, bütün şəhidlər üçün xiyaban tikirlər, qəbir daşlarını düzəldirlər. Bu elə bir xoş məqamdır, xoş haldır. Sağlıq olsun, bizim özümüzdə bu barədə fikirləşmişik. Biz də bu yaxınlarda şəhidimizi, yəni Oruç Şirinov, Qurban Yusifov
Habil Şəfiyev, Rəhim Rəsulovun xatirəsinə biz də bir şəhidlə xiyaban tikəcəyik, Allah qoysa. Bu ən böyük arzumuzdur. Biz elə bil öz adət-ənənəmiz var. Mən Allah ölənlərə rəhmət eləsin. Mən bir dəfə dədəmdən, biz dədə deyirdik. İndi biri ata deyir, biri papa deyir. Dədəmdən soruşdum ki, dədə, bu Novruz bayramını nə vaxtdan keçirsiniz? Dedi, valla mənim 14 yaşım olanda, yəni 22-ci ildə, bunun 14 yaşı olub atamın. Biz elə bil həmin o Novruz bayramını keçirmişik. Hələ bunun yadına gələn 22-ci ildir. Yəni bu Novruz bayramı siz bilirsiniz ki, dini bayram deyil. Amma biz onu həmişə keçirmişik və orada daimə bir nəsildən, məsələn, Şah olub, Bəy Musa var. O şah olub, sonra o rəhməti gedəndən sonra onun oğlu şah olub. Mənim də atam həmişə vəzir olub. Mən də bu dəfə təklif elədilər ki, həmin vəzirin funksiyasını yerinə yetirməlisən. Bir də Seyid Müslüm var, onun nəvəsin vəkil kimi orada müəyyən elədik, təyin elədik. Mənim həyatım elə belə başa gəlmir. Çox çətinliklər görmüşəm, çox çətinliklərlə üzləşmişəm. Onsuz da indi gilə elədim, nə xeyri, nə ziyan, amma həddən artıq əziyyət çəkmişəm. Çünki mən özüm üçün yaşamamışam. Övlad üçün çox əzab əziyyət çəkmişəm. Çünki özüm əziyyət çəkdiyimə görə istəməmişəm ki, övladlarım əziyyət çəksin. Bir dəfə bu bizim işlədiyimiz zavodda bir Çex var idi. O Rusdan yaxşı bilirdi. Belə gilə elədim ki, uşaq gedib Gəncəyə, çox narahatam, orada oxuyurdu. Sonra o dedi ki, bu Azərbaycanlıların bu nə cür xüsusiyyətdir. Siz hər ev özü üçün yaşamalıdır. Dedi, oğlumun neçə yaşı var? Dedim, nə bilim, 24. Dedi, 24 yaşlı övlad üçün narahat olarlar. 18 yaşınacan böyütmüsən. Vəssalam, bizdə belədir, sizdə bilmirəm. Yəni, demək istəyirəm ki, övlad üçün də çox əziyyət çəkmişəm. Sonra 6 dəfə əməliyyat olunmuşam, 6 dəfə. Yəni, bütün bunları deməkdə məqsədim o deyil. Yəni, insanın başına gələn işlər, insanın həyatda başına gələn işlərin həmi pisi, həm də yaxşısı yaddan çıxmır. Həyatda mənim şansım çox gətirib. Yəni, irəli getmək üçün, lakin özümün səhlənkarlığından, özümə biganəlikdən, onun çoxundan məhrum olmuşam. O vaxt universitetdə oxuyanda qiyabı oxuyordum da. Bu Dor restoran vardı, elektrik vağzal vardı, Sumqayıt'da, indiki Avto vağzalın yanında. Orada elektrik işləyirdi, yəni bugünkü işləyən elektrik qatarı kimi yoxdur, nə köy, nə elektrik qatarları idi. Orada bir Dor restoran var deyirlər, yəni dəmir yolu restoranı idi. Bir Edik adında erməni işləyirdi. O vaxt təklif eləmişdi ki, kim istəyir gəlsin, 60 manatda maaşıdır. Mən də tələbi idim də. Zavoddan yüksəkdə də alırdım. Gəldim orada, girdim işə orada da işləyirdim. Günlərin bir günündə getdim, gördüm ki, çöldə butka var. Gördüm bir butkanın pəncərəsi yox, içəridə də bir nəfər var. Qurdalanır. Və Xambala vardı, o Avto vağzalın, dəmir yol vağzalının rəisi idi. Gəldim, deyim, Xambala dayı, bəs bir nəfər girib ora, mənə kömək elə, dedi, bir ağac verdi, dedi, get ağacla onu qorxuz, yəni dolayı ver pəncərənin qabağına ki, oradan çıxarmasın, gəlirəm. Mən də gəldim, onu dediyi kimi elədim, elə ağacı belə dolayı uzatdım pəncərənin qabağına, dedim, kimsən? Bu Rusdan qalxdı ayağa, qalxanda gördüm mən, nə bir nəhəng insan, nəhəng.
Bu özünə məxsus bunların bir söyüşü var, onu da elədi. Belə məni boşluq çıxartdı ki, məni niyə narahat eləyirsən? Gördüm, həm də içib. Nəsə, heç bir müqavimət göstərmədi. Zəng elədi, o vaxt əl telefonu yox idi, ev telefonu idi. Və zəng elədi, Uçaskov vardı, o gəldi. Gecə saat 12-də axırıncı elektriskində bir saat gecikdi də protokol zat yazdı. Götdü, getdi Bakıya. Bu Bakıya gedəndən bir 10 gün sonra mənə bir çağırış gəldi. Dəmir yol xəttli milis idarəsindən Mirəli ya Mirzağa Əliyev, mayor. Onun imzası ilə apardım zavodda təqdim elədim, mənə icazə verdilər. Getdim onun yanına, elə içər girən kimi, mən bilmirəm axı bu oğru kimdir. Dedə qəhrəman, yox, dedə geroy, yaman geroyluq eləmsən, dedim nədir, dedi, beynəlxalq axtarışda olan adamı tutmuşsan. Öz-özümə güldüm ki, mən bura müqavimət göstərmədim, bir priyom işlətmədim. Heç deməyəsəm, bu İtaliyada adam ölümündə günahlandırılıb, bir də haransa yarıb. Bu beynəlxalq axtarışlıymış. Çünki istintaqın gedişində məni üzləşdirəndə belə baxdım, asar dedim, məni həbs eləyənə bax. Kimdir ki, bu məni həbs elədi? Mən özüm müqavimət göstərmədim. Belə bir kişi idi. Nəsə o Mirəlidir, Mirzağa Əliyev, nədir, mayor mənə çağırdı, dedi, get, bir həftədən sonra gəlirsən bura, sənədlərini də gətirsən, səni götürəcəm sistemə. Bu ya bir ay keçdi, mənə ta işə çağırmadı, bir gedəm istintaqa çağırdılar. Sonra öyrənəm ki, bu dəmir yol vağzalının milisiyası onu öz adına format eləyib. Bu kapitanı, mayor verdilər, getdi, onun köməkçisi də serjantıdır, nə bilim, kiçik leytinat verdilər, o da getdi, böyüdü. Sonra bir gün getdim, bu həmin o xət milisiyasının rəisinin yanına. Getdim, dedilər, Mirzağa Əliyev gedib nazirliyə, onu böyütdülər. Polkovnik nə, rütbəsi verdilər, o vaxt Rus rütbələr işləyirdi. Getdi nazirliyə. Bax, oradan da o, deməli, mənim adımdan çıxdılar, yazdılar başqasının da şansıdır da. Yəni, mən biraz səylənkarlıq elədim, vaxtında gedib düşmədim üstünə. Bax, belə həyatımda imkan olub. Sonra sənədlərimi verdim aspiranturaya. Sovet tarixi idi, coğrafi idi, bir də xarici dil. Xarici dildə ingilis dili, rus dili usulü keçə bilərdim. Sovet tarixindən də bir imtahanım verdim, coğrafiyadan da. Hər ikisindən 4 aldım. Amma ingilis dilindən heç bir şey bilmirdim. Yəni, ingilis dilindən kəsildim, davam eləmədim. Sonra dedilər ki, burada ingilis dili müəllim var, gəlib yana, o vaxt, indi repetitor var, onda repetitor yoxdur, Salam Məliyə kimsə deyirdi, kömək eləyirdi. Belə şanslarım çox olub, deyir, insanın əlində 3-4 dəfəm yaxşı şansı olur, 3 dəfəm. Amma mənim əlimdə çox şanslar olub, onu heç birindən istifadə eləməmişəm. Nəmək müəllim, özünüz haqqında məlumat verdiniz, çox sağ olun, minnətdaram. Halk kəndi haqqında müəyyən qədər məlumat vermək istəyərdim. Və belə deyim ki, mən özüm bildiyimə görə bu son vaxtlar düşmənlərimiz bizim torpaqlara göz dikdiyi bir vaxtda Halk kəndindən də təşkilatçıların biri də siz özünüz olmaq cəhəti ilə bir rota yaratdınız orada və gəldiniz bizim qonşu kəndə Saldaş kəndinə müdafiədə durdunuz. Bu barədə nə deyə bilərsiniz? Və yaxud da sizin kəndinizdən, Halk kəndindən, yəni igid oğlanlar mənim özümlə bir yerdə olublar, orada da bir yerdə döyüşmüşüm. Mən bunlardan mən şəxsən deyə bilərəm, Əhməd Ağa müəllim deyə bilərəm, Haqverdi müəllim deyə bilərəm, Elşən müəllim deyə bilərəm. Hər üçü zabit olaraq bizim orada xidmət ediblər. Qalanlarında mən bilmədiklərimi də siz deyin. Əvvəla kəndimiz haqqında onu deyim ki, bu tarixin üstündən maraqlandım.
bizim kəndin bir yerdə adın 1740-cı ildə Qəzə quberniyasının Hal kəndində iclası olub. Ondan əvvəl o tarixin üstün əməkdaşlarla da hər şey demək olmur da. Bəzi şeyləri heç demirlər də. Kəndimizin məktəbi bizim kəndin ən gözəl xüsusiyyəti o kəndin məktəbi olub. İnan, ondan mən həmişə o məktəblə fəxr eləmişəm. Kənddə məktəb olub 1934-cü ildə ibtidai sinif, 2 sinif, 1-2. 42 şagird olub. Sonra 1935-ci ildə 4 illik olub, 96 şagird olub. O vaxt fəlsəfə elmləri namizədi vardı. Şair İdris İbrahimov. İsfəndiyar İbrahimovun qardaşı. Allah rəhmət eləsin. Çox savadlı, bacarıqlı, çox gözəl şair olub. Çox gəncikən rəhmətə gedib. Çox gənc. Sonra onun arxasıncan bizim məktəbin müəllimlərindən İslah müəllim, Əkbər müəllim, Məmmədxan müəllim, sonra Tahir müəllim, Şahman müəllim, Şirin müəllim, Allahverdi müəllim və bir müddətdə Qurban müəllim əvəz eləyib, direktor işləyiblər. Və hər bir işləyəndə orada şəffaflığa riayət eləyiblər. İndi bax, bu saat orada Sərvər Allahverdiyev, zaten Sərvər Alıcıyevdir direktor. Elə bil həmin şəffaflığı tam təmin eləyir. Çox bacarıqlı, çox qabiliyyətli, çox təmiz, çox gözəl insandır. Məktəbimiz ən böyük nailiyyətlərindən biri olub ki, orada dünya şöhrətli, ümumi ittifaq yox, dünya şöhrətli Mamet Həkim adı ilə Məhəmməd Paşaoğlu Cabbarov olub, Məmər kəndindən. Çox belə bacarıqlı həkim olub. O bir aparat icad eləmişdi. Sınıqçılığa aid. Demək, insan, neçə insan o əlil olmaqdan mühafizə eləmişdi. Yelizarov var, beynəlxalq aləmdə tanınan adam. Yelizarov onun özü ilə Mamet həkimlə işləyirdi. Çünki Mamedin bacarığına bələdidir. O da çox cavan ikən rəhmətə getdi. Ondan sonra kəndimizin, məktəbimizin ən gözəl xüsusiyyətlərindən biri oydu ki, çoxlu kadr elə bil hazırlamışdı. Gedən, məsələn, bir ili 48 şagird buraxılmışdı 2 qrupadan. Onun 46-sı ali məktəbə girmişdi. İqtisad elmləri namizədi Nəbi Ağayev. Sonra texnika elmləri namizədi Şamil Quliyev. Sonra fizika riyaziyyat elmləri namizədi Şəfiqə Mehdiyeva. Yəni əməkdar müəllim Məhəmməd Bağırovun qızı. Bax, bunlar alim adını almışdılar. Sonra məktəbimizi qutaranlardan çoxu böyük idarə etmələrdə, dövlət strukturlarında işləmişdilər. Məsələn, orada Fərəməz Rüstəmov vardı. Həm əməkdar mühəndisidir, həm də uzun müddət neftarma zavodunun direktoru olub. Ən böyük zavod. Nurəddin Səmədov vardı. Caray Əhmədov vardı. Sonra bizdə Məmməd Ağa Şəfiyev. Sonra bir çox, məsələn, Əlsalan Bayramov, bunlar həmin məktəbin məzunlarıdır. Hələ çox var, tək o deyil. Sonra bizim məktəbin elə bir ki, məzunları da o Saldaşda, Çərəldə postda duranlar, Əhməd Ağa özünüz bilirsiniz, Haqverdi idi, Əlağı idi, Nəsir vardı, rəhmətə gedib oydu. Çox elə bir canfəşanlıq edirdilər, elə bir torpaqlarımızın qorunması uğrunda çox əzab əziyyət çəkdilər. Və Qubadlı çıxandan sonra bunun çoxu və həmin müharibədə iştirakı davam edirdi. Bayaq dedim ki, Füzuliyə gəlmişdilər, o axıra qədər gəlmişdilər. Həmi Habil Şəfiyev, həmi Qurban Yusufov elə həmin o bölgədə şəhid olmuşdular. Sonra
Ümumiyyətlə bizim məktəbin çox böyük kadr potensialı olub. Əksəriyyəti dövlət qulluğunda işləyənlər olub. Saymaqla qurtarmaz. Yəni mən müəyyən bir hissəsinin adını hallandırdım. Ondan başqa müdafiədə bizim zaten rayonun müdafiəsində, Respublika müdafiəsində iştirak edən çoxlu qazilərimiz var. Həddən artıq çoxdur. Yəni bunlar vətən uğrunda qazi oldular, vətən uğrunda şəhid olanlar oldu. Bir daha deyirəm, Allah şəhidlərimizi qəni-qəni rəhmət eləsin. Sonra bizə kənardan Ədalət Hüseynov var. Əslən Dundarlıdır. Biz o sifariş eləmişdi, getdik onun yanına, o Şəkidə nəyəsə bir vəzifədə işləyirdi. O qardaşı oğlu da dərsəm burada Allah verdi Hüseynov. Bir dəfə ondan soruşdum, təsdiqlədi. O bizə bir dənə böyük maşın siqaretinə qədər göndərdi. Kənardan, məsələn, o vaxt gəldik zada Sabirabadda maşını saxladıq. Gəldik, oturduq, yeməkxanada çörək yedi, çıxanda pul verəndə dedilər ki, pulunuz satıb. Dedi, bizi burada kimsə tanıyır. Dedi ki, elə Qubatdan gəlmişsinizsə o döyüş bölgəsindən. Sonra bir dəfəm də gəldik Göyçayda, maşınımızı benzin vurduq, pul götürmədilər. Dedilər, pulu adı ilə dedilər. O vaxt icra başçıda işlədi o sonra. O bütün müdürüydü, yadımızdan çıxıb, onun hamısını yazmışdım dəftərə. Dedi ki, o benzinin pulunu da vermişik. Hətta bizə təklif elədilər ki, yemək. O onda yemişlik deyin, heç ehtiyacımız olmadı. Yəni, müharibə illəri, bax, bizim xatirəmizdə böyük izlər buraxıb. Çoxu deyirik, orada qoydunuz, qaçdınız. Mən rayonda da son vaxtlar təxribatı hiss edirdim ki, təxribat var. Nəysə, bax, bizim talihimiz gətirdi, bizi axırda bura çıxartdı. İndi də getdik bayram keçirməkdə məqsəd o deyil də, o qədər o yer üçün qəribsiyənlər, oraya getmək üçün xahiş eləyənlər var. Təsəvvürlə ki, kəndimizə 350-yə qədər vətəndaş var. Onun 208-i getmişdi. Yerdə qalan uşaqdır, qocalarıdır. Yəni, hamı istəyir kəndə getsin. Bəli, mən də bir gün əvvəl elə sizin bu keçirir bayramdan bir gün əvvəl kənddə oldum. Elə hal kəndindən keçirdim. Köprünün üstündə mərdanı gördüm gəlir, yəni əlində əsa. Düşüb oradan maşından, körpüdən hal kəndinə qədər o piyada getmək istəyirdi. Hətta biz təşkil edik ki, ələk bizim maşına aparaq səni. Dedi, yox, özüm kəndə piyada getdim. Arzusu, istəyi oydu. Allah ona da şəfa versin. Yazıq, o da çox canfəşanlıq eləyir, elə kənd üçün çox canfəşanlıq eləyir. Bizim bayaq mən demədim, bizdə Hüseyn Əsədov var, Etibar Kərimov var, Namiq Şirinov var, Vüsal Şirinov var, Nurəddin Məmmədov var. Bunlar da orduda müəyyən vəzifələrdə işləyirdilər o vaxt. Bunlar hərbi kadrlarıdır. Onlar da hamısı məktəbin məzunları. Məktəb haqqında çox gözəl danışdı. Bizim kənddə də o hal məktəbin məzunları çox olub, oradan da o məktəbin yetirmələri çox olub, yaxşı şagirdlər olub. Bir şey demək istəyərdim sizə, kəndiniz haqqında, hal kəndi haqqında bir qədər danışmaq istəyərdim sizdən. Deməli, hər bir kəndin bir simvol olduğu kimi, hal kəndində simvolu mən deyərdim, şimdi bilmirəm, cəmaat necə qəbul edir. Mən deyərdim ki, hal kəndin üst hissəsində olan bu qayalıqlar elə kəndin simvoludur. İndi başqa da kənddə bildiyimə görə kahalar olub. Bunlardan nə deyə bilərsiniz? Bunların bilinirdi kimlərdirmi, hansı tarixi var?
Bizim kənddə, məsələn, Qəlbiyurt deyilən yerdə bir şaha var. Mən elə uşaqdan gözüm açandan orada his var. Görün o var, oradan nə vaxtsa ocaq qaldı. Amma onun tarixi haqqında heç nə deyə bilmərəm. Onu bilirəm ki, qədimdir. Amma olduğu kimi büyündə həmin şaha durur. Sonra bu tərəfdə Halnan Çərəlinə o piyada yolunda, yolun kənarında 3 yerdə şaha var. Onların biri böyük, ikisi müəyyən qədər kiçik şahalardır. Yəni orada da insan məskəni hiss olunur. Orada da insan məskəni olur. Sonra kənddə qiblə daşı deyirlər. Kəndin ən hündür yerindədir. Həmişə o ağsaqqallar o qiblə daşına baxıb namaz qılırdılar. O mənim yadımdadır. Qiblə daşı adıyla məşhurdur. Bizdə İlqar həkim vardı. Onun qolunda problem vardı. Dedi, mən əhd eləmişəm, çıxacam ora. Doğrudan da heç kəsin inanmadığı bir halda İlqar çıxdı. Həmin o qiblə daşını ziyarət elədi, düşdü. Sonra Çardaş vardı. O Çardaş mən indi tikildiyim evin həyətindeydi. Biz onu, həmin o Çardaşı Kamaço çağırmışdım, Yapon traktoru. Onu qaldırdım. O qədər ağırdı ki, qaldıra bilmirdim. Qaldırdı, onun altından bəşə bir 200 ilan çıxdı. Bir yarısı su ilanı idi. Çoxu içində əfi də vardı. Orada o ilandan nə gəzirdi? Bax, onda mən təəccüb qaldım. Sonra bizim evin yuxarısında bir sıvaqlı qaya deyirlər. Doğrudan elə bir ki, əlindən sıvamışdı. Elə bir ki, elə bir mişarla belə odun kəsmişsən. Həmin sıvaqlı qayada mən gözüm açandan o sıvaqlı qaya oradadır. Elə onun yanında da yenə bir şaha var. Həmin o sıvaqlı qayanın yanında bir şaha var. Sonra bizdən aşağı Məmərlə bizim aramızda bir papaqlı qaya deyirlər. Elə bir ki, insanlar ardarda gedirlər. Çox adam ona dini don geyindirir. Amma o geoloji proses nəticəsində yaranmış daşlardır. Elə bir şey, bir insan sırası var burada. Sonra Şiştəpə deyirlər bizə. Hüştəpədə deyirlər Şiştəpə. Şiştəpə var kəndimizin arxasında. Onun demək baş hissəsi belə şişdir. Yəni şiş ucunda ona Şiştəpə deyirlər. Tarixi yerlər vardır. Məsələn, tir uçan deyirlər, it uçan deyirlər. Göyə it həmin yerdən yuvarlanıb düşmüşmüş aşağı, nə bilim. Sonra Sarı dərə var idi. Sonra, bax, belə tarixi yerlər var idi. Qaraquzey var idi. Taxtalar deyirdik. Ayrı-ayrı belə torpaqlardı, bir-birindən elə bir ki, belə yəhər şəklində davam edirdi. Həmin ərazilər də taxıl əkirdilər. Çox belə məhsuldar əraziləridir. Bu yaxınlarda Novruz şənliyi ilə əlaqədar olaraq siz yəni qubaqlı səviyyəsində görünməyən bir təşkilatı bir işə imza attınız. Yəni orada böyük bir iş gördünüz, Novruz şənliyi keçirdiniz. Yəni milli adət-ənənəmizi qoruyaraq, yəni o vaxtki adətləri təkrar edərək, yəni şah bəzədiniz, gözəl bir şənlik keçirdiniz. Bu, indi istəyərdim ki, bu şənliyin təşkilatçıları ilə bir yerdə görüşüb söhbət edək. İnşallah, yəqin ki, yaxın vaxtlarda biz onu çalışıb eləyəcəyik. Amma öz təəssüratlarınızı istəyərdim ki, orada olan maraqlı bir epizodlardan imkanı var, belə danışasınız. Maraqlı deyəndə, buradan ora gedəndə tök təsəvvür edən nə qədər insanda maraq varsa, bizim avtobus 55 adam tuturdu. 57 nəfər minmişik. Buradan ora nəvəminə, növbü ilə oturmuşuq, növbü ilə. Maraq o qədərdir ki, yəni heç yer qayıtmaq istəmədi. İkinci, ən çox diqqəti cəlb edən bizim kəndin xanımlarının hərəkəti idi. Çox, hamının xoşuna gəldi. Deməli, geyimləri çox gözəl, normallı geyimləri. Xonça tutmuşdular. İnan,
o qədər təmiz, gözəl xonça tutmuşlar. Mən elə belə baxdım, söz tapmadım da bunlara, təşəkkür eləmək üçün söz tapmadım. Sonra o zamanki bizim nənələrimiz, nə bilim bacılarımız, nə bilim bibilərimiz, xalalarımızın hərəkət etdiyi kimi də onlar hərəkət elədilər. Toyda gözəl oynamaq, düzdür o vaxt xonça söhbəti yox idi Sovet dövründə. Tarelkada, nə bilim, camda zadda gətirdilər. Bunlar ən gözəl xonça bəzəyib götürmüşlər. Bax, bu qadınların oradakı rəftarına hamı heyran qaldı. Çox mədəni, çox belə tədqirə layiq hərəkətləri hamının diqqətini cəlb elədi. Elə bil, mən ən çox onlara, bax, bu işinə görə belə bir gözəl söz tapıb deyəlmədim. Sonra onların ən böyük savabı da ondan ibarət oldu ki, o gətirən sovqatlar, o qədər sovqat gətirmişdilər bizim kənddən ora. Onu yığdılar qəşəng torbalara, kuloxlarına, torbalara. Onun çoxunu göndərdilər o hərbi xidmətdə elə olan hərbçilərə. Bu təşkilat, bu qadınların bu gözəl düzəltdiyi hədiyyələri, xonçaları qəşəngcə boşaltdılar, torbalara göndərdilər. Bu bizim qadınların insaniyyətliyi qazandığı savab, təşkilatçılar da sağ olsun ki, onu təşkil edib göndərdilər. Bundan başqa adətimizə tam əməl edədilər. İndi Kosada qədimdən belə olub. Kimsə maraqlı olmaq üçün o cəza olunan adamları yıxır yerə, sonra Kosa minir onun çiyinə, heç kəs orada inciyib küsmədi. Heç kəs bir adam da olsun. Bu elə bil xoşa gələndir. Sonra gələn qonaqlar çox sağ olsun, kənardan qonaq gəlmişlər, hərbiçilərdən, polis işçilərindən, sonra vəzifələrdən. Bax, bunlar da çox sağ olsunlar. Gəldilər orada axıracan oturdular, iştirak elədilər. Bu da diqqət cəlb eləyən şeydir. Sonra jurnalçılar 3 nəfər idi, sağ olsunlar, elə dayanmadan, yaşlı da, içində yaşlı da adamıdır. Biri çox yaşlı idi. Heç yorulmadan da cəmaatı elə bil şən razı saldılar da, musiqi ilə razı saldılar. Başqa da cavanlarımız da çox sağ olsun, çox göşə iştirak elədilər. Ümumiyyətlə orada qan qaraldıcı bir dənə hadisə olmadı. Nəvət müəllim, ənənəvi olaraq mən həmişə bu kənd cəmaatını çəkəndə hər bir kəndin nümayəndələrini belə bir sual verirəm ona ki, daha doğrusu sual yox, belə bir xahiş edirəm ki, hər kənddə olduğu kimi bütün kəndlərin kənd anekdotları var, kənd zarafatları var. Yəni bunlar həqiqətdə olmuş hadisələrdir. Elə böyük bir zarafata kəndin yəni, belə bir zarafatlarınızdan varsa kəndinizdən nə deyə bilərdin? Kəndimizin zarafatlarından çox var. O qədər belə şeylərlə biz rast gəlmişik ki, deməli, bizdə 2 İsfəndiyar olub. Biri müəllim, biri kolxozçu. Bu İsfəndiyar müharibə vaxtı görüb ki, balaları təzə evlənib, uşaqlar balacadır. Deyib ki, gəlib zada ata-anası da ağlayıb ki, bəs sən müharibəyə geçsən, biz qaldıq yaman günə. O vaxt bir bron məsələsi olub. Bron. Demək, bron belə, sağ bron verilmişlər ki, sən müharibəyə getməyə bilərsən. Həmin bron səndə olmalıdır. Nəysə, bu da gəlir, kolxoz sədrimiz var. Allah rəhmət eləsin, Ağamir kişi. Deyir, Ağamir qağa, sən mənə bir bron ver də. Bron vermək üçün sənin bir vəzifən olmalıdır. Biri var kolxozçu, deyirək kolxozdan mı kolxozda get. Bir də var vəzifən olur. Demək, o vaxt bir qadiri də aparmırmışlar da müharibəyə. Yəni, ehtiyatmış da, ehtiyatda duran kimi bron oymuş. Bu da deyir ki, Ağamir kişi deyir ki, yaxşı, sən
təşkil edirəm də sənə bron verdirərəm. Nəsə komissiya gəlir kəndə, bu müharibədə bir komissiya təşkil etmişdirmişlər. Adamları əskəri aparmaq üçün. Çağırırlar bir İsfəndiyar kişini ora. İndi Ağamir axı bu kişiyə söz verib. Bu Ağamir deyib ki, bəs belə bir nəfər var. Deyib, mümkün deyil. Bir qadir daxı kolxozun idarə heyətinin qərarı olmalıdır. Bir qadir ayrı adam daxı. Ağamir deyib, elə bilib ki, bunun sözünü eşitəcəklər. Deyib ki, bunu bir qadir kimi yazın. Deyib, yox. İdarə heyətinin qərarı olmalıdır. İdarə heyətindən də başqa adam bir qadir işləmiş. Deyib ki, İsfəndiyar kişinin yanında deyib ki, İsfəndiyar nə işləyirsən? Deyib, Ağamir bilir də. Ağamir qadir ki, bir qadir deyil, amma bir qadirə layiq oğlandır. İsfəndiyar deyib ki, ay Ağamir qadir, ta deyirəm ki, gedər şəriyyədə, get müharibəyə. İndi belə anekdotlar o qədər olub ki, bir deyil, iki deyil. Həmi Talihsən, həmi mən, bütün Azərbaycan xalqlarından danışa bilərik o barədə. Bu günləri bizə bəxş eləyən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Nə qədər onların haqqında danışsan, nə qədər desən, nə qədər yazsan, nə qədər pozsan azdır. Cəmi bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə, veteranlarımıza Allah Teala can sağlığı versin. Bundan gözəl arzu nə ola bilər ki? Və sonda da onu deyim ki, tamaşaçılarından xahiş edirəm, Talih TV-yə üzv olsunlar. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.